Nizami Kino Mərkəzində Xocalı Son Toy filminin təqdimat mərasimi keçirilib. Qlobal Media Qrupun və Report İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi Xocalı Son Toy bədii sənədli filminin sujet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır. Xocalı Son Toy bədii sənədli filmində illər öncə vağzalısı yarımçıq qalan toyun sədaları yenidən eşidilir. Azad Abad Xocalı yenidən toy bayram əhval ruhiyyəsinə bürünür. Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır. Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimini davam etdirir. Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirir. Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb. Bu filmdə rol almağım qürur vericidir. Bu adi bir belə deyək, əsər deyil, bu həm də bizim tariximizdir. Xocalı unudulmamalıdır. Xocalının səsi həmişə daim rəhbərdə olmalıdır. Qeyd edək ki, filmin layihə rəhbəri Qlobal Media Qrup İdarə Heyətinin sədri Elnur Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.